Xatırlayırsınızsa bir neçə ay bundan öncə bu yaşayış kompleksində qaz sızması nəticəsində bir neçə nəfər həyatını itirmişdi. Bugün isə yenidən bu ərazidəyik. Təbii ki, bu yağıntılar səbəbindən və binanın ən üst mərtəbəsindəyik və elektrik kabellərinin keçdiyi hissədən yağıntı sularının məhz bu formada birbaş təmasda olduğunu biz real şahidiyik. Nəzərə alsaq ki, elektrik kabellərində hər hansı bir yerdə açıq hissə olsa, növbəti dəfə o cür faciənin yenidən yaşanması labüd görünür. Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsindən bildirildi ki, yağıntılar nəticəsində Qaradağ rayonundakı Qobu Park yaşayış kompleksinin ətrafında torpaq yuyulub, ərazidə palçıq yaranıb. Güclü küləklə müşahidə olunan yağış bəzi mənzillərə, pəncərə blokları ilə beton konstruksiyalar arasında sızaraq ziyan vurub. Qurum əməkdaşları əraziyə baxış keçirib, fəsadların aradan qaldırılması üçün tədbirlər görülür. Toğrul Quluzadə, Faris Quliyev, İTV Xəbər. Həqiqətən də əməkdaşımız Toğrul Quluzadəyə və çəkiliş komandasına təşəkkür düşür. Sabunçuda yaşayış evi çöküb, xəsarət alan var. Hadisə Bakıxanov qəsəbəsi Gəray Əsədov küçəsində.